Kamal Şimal göstər. İnanın böyük bir sənətkarımız, yəni dahi bəstəkar Üzeyir dühasından Teymur, təşəkkür edirəm sizə. Sabah erkən böyük bir sənətkardan, yəni Azərbaycan musiqisinin, yəni demək olar ki, banisi, belə dahi Üzeyir Hacıbəyevdən böyük bir əsər səsləndirdi sizə. Səda İnstrumental Ansamblı, sabahınız xeyir olsun, əziz tamaşaçılar. Xoş gördük sizi, beləcə həftənin cümə axşamı sabahı və bugün yəni əhval tamam başqa, keyf tamam başqa, qonaqlarımız yəni həmişəki, amma deyərəm, yenə də fərqli olaraq beləcə bugün studiyamızın qonağıdırlar. Bugün biz sizə gözəllik, gözəlliyə gedən yol, o cəsarətli adımlar və cəsarətli adımlar atan kimdir bu əsas qəhrəman? Bax, bu barədə, yəni bəlkə də anonslardan bilirsinizsə, amma tam aydınlığı, tam açıqlığı ilə verilişimizdə bütün bunlar sizin nəzərinizdə çatacaq, əziz tamaşaçılar. Xoş gördük hər birinizi, sabahınız xeyirli olsun və mən böyük məmnuniyyət bugünkü qonaqlarımızı təqdim etmək istərdim. Sizdən sağda, məndən solda eləşən psixoloq Fəxriyə xanım buradadır. Onun dəyərli məsləhətləri, bəlkə də bugünkü əsas qəhrəmanımıza əsas dəyərli məsləhətlərini, yorumlarını bildirəcək. Fəxriyə xanım, xoş gəlmişsiniz, səfa gətirmiş, sabahınız xeyir olsun sizin. Təşəkkür edirəm Yusif bəy, sizi və tamaşaçılara sabahınız xeyir deyirəm, hər birinizi xoş gördük. Mən özüm də doğrudan da böyük məsuliyyətlə və böyük maraqla 4-cü günləri gözləyirəm sizlərlə, tamaşaçılarla görüşməyə. Çünki bu özü də çox böyük məsuliyyətdir. Və bugünkü gündə hər həftə salamlaşmamız var, hər həftə arzularımız var. Mən bu həftə, bu yaz günündə, bu küləkli, yağışlı, necə deyərlər, bir boz, acı, soyuq havalardan sonra bugün çox gözəl bir yaz havası var. Mən bugün üzümü gənclərə tuturam. Bahar gənclik ayıdır, bahar qaynar ayıdır, bahar toylar ayıdır, sevgilər aylarıdır. Və nə arzuluyuram? Hər yaşınızı duyun, hər yaşınızın bir cavabdehliyini duyun. Hər yaşınızda cavabdeh olduğunuz işləri görməyi bacarın. Yeriniz səhv düşəndə, 20 yaşında, 30 yaşında eləyəcəyiniz işləri 15 yaşında eləyəndə acınacaqlı günlərlə rastlaşarsınız. Həyatınızda çox tez qərar verməyə tələsməyin. Düşünərək qərar verin, özünüzü tapmağa çalışın. Yaxınlarınızla, ətrafınızdakı insanlara diqqət yetirin. Onlar, yəni cəsarətli, ürəkli, necə deyərlər, xoş, pozitiv adamlarla məsləhətləşin. Ən vacibi də odur ki, Yusif bəy, gənclərə ən birinci təhsildə, savadda, sənətdə özünü tapmağı arzuluyuram. Çünki vacib deyil ki, ali təhsilli olsun, diplomlu olsun. Vacibdir ki, müdrik olsun, dünya görüşlü olsun. Qızlara gözəl ana, gözəl xanım, gözəl qadın olmağı arzuluyuram. Kişilərə də, yəni kişi sözünü tutmağı arzuluyuram. Dedi, yerinə yetirsin, bəli. Bu barədə irəliləyən dəqiqələrdə məlumatımız olacaq, açıqlayacaq və Fəxriyə xanımın yanında stilist, deyərdim ki, xanımların gözəl tərzinə bir sığal çəkməklə tamam bambaşqa bir tərzi salan Tünzalə xanım burada. Tünzalə xanım, xoş gəlmişsiniz. Bugün çox mükəmməl, yəni çox fərqli görünürsünüz. Çox sağ olun, məncə sizdən. Yəni sizin zövqünüzü əlbəttə ki, biz hamımız bəyənirik. Yəqin ki, deyirsinizsə elədir. Salamlayıram mən bizim tamaşaçılarımızı. Doğrudan da gözəl yaz havasıdır. Fəxriyə xanımın dediyi kimi sevib sevilən vaxt. Elə bir bu yaz havası sevgi... Havadan sevgi ətdir, sevgi rahiyəsi, sevgi qoxusu. Qarşılıqlı sevgi də hər insana nəsib olmur, amma arzuluyuram ki, cavanlarımıza o qarşılıqlı sevgi nəsib olsun. Və sonu da yaxşı olsun. Bəli, və sonu da doğrudan da yaxşı olsun. Bəli, tələsməsinlər, əlbəttə ki, sevgi yaşa baxmır, haçansa qarşılıqlı sevgilərinə rast gəldikdən sonra ailə qursunlar. Amin inşallah. Mənə elə gəlir ki, bugünkü temamıza da biraz uyğun gəlir. Bu barədə bol söhbətimiz olacaq və həkim kosmetolog, onun da dəyərli məsləhətləri, əlbəttə ki, həm yaz fəslində, həm də üstəlik deyərdim ki, bizim əsas qəhrəmanımıza öz məsləhətlərini, dəyərli məsləhətlərini edəcək. Hər bir kəsə çox dəyərli məsləhətləri, faydalı, deyərdim, tövsiyələri ilə
həkim kosmetoloq Fəridə xanım buradadır. Fəridə xanım, xoş gəlmişsiniz, səfa gətirmiş, sabahınız xeyir olsun. Sabahınız xeyir, tamaşaçıların da sabahı xeyir, uğurlu olsun. Bu gözəl yaz səhərində hər bir kəs aynaya baxanda gözəl olmaq istəyir. İstər qadın olsun, istər qız, istər yaşlı, istər cavan, istər kişi olsun. Baxımlı, gözəl olmaq istəyir. Mən həmişə uzun illərin təcrübəsindən belə bir nəticə gəlmişəm ki, gözəl olmaq üçün 3 vacib şərt var. Birinci, fiziki sağlamlığınızı qoruyun. Öncədən birinci, fiziki sağlamlığınızı qoruyun. Tibbi məsələlər çoxdur, istədiyiniz yerə gedib müayinə oluna bilərsiniz. İkinci, mənəvi saf olun, xeyirxah olun, təmiz olun, paxıl olmayın. Üçüncü isə bütün şəhərimizdə, rayonlarımızda olan estetik mərkəzlər, çox yüksək profesional kosmetoloqlar, həkim kosmetoloqlar sizin xidmətinizdədir. Estetikanın yenilikləri sizin qulluğunuzdadır. Buyurun onlardan yararlanın, həyatınıza rəng qatın. Gözəl, çox gözəl və deyərdim, verilişimizin nəğməli, sözlü, söhbətli, ekstravagant, mükəmməl tərzi, həm gözəlliyi, həm də ifası verilişimizdə hər zaman öz doğru, düzgün, mən belə düşünürəm ki, obyektiv yorumları, fikirləri ilə bizim qəhrəmanlarımıza öz doğru məsləhətlərini söyləyən Respublikamız əməkdar artisti Elza Seyidcihan buradadır. Hər zaman olduğu kimi Elza, sabahın xeyir olsun. Mən də əlbəttə ki, hər kəsi salamlayıram, sabahımız xeyir olsun bizi izləyən tamaşaçılarla bərabər və əlbəttə çox gözəl, belə necə deyərlər, müqəddimə ilə açıldı bizim bugünkü verilişimiz. Üzeyir Hacıbəyev duhasından olan bir musiqi ilə və mən deyərdim ki, yaz fəsili də oradan da bizim Dahi Rəşid Behbudovun da çox sevdiyi fəsil yaz fəsili olub. Vaqif Mustafazadənin doğulduğu, hətta mart kompozisiyası, Çaykovskinin 12 ilin fəsilləri, Fikrət Əmirovun 12 miniatür əsərində bunlar sanki ilin bütün fəsillərini təcəssüm etdiriblər, əks etdiriblər və biz də elə bu yaz günündə buradayıq. Bu verilişdəki doğrudan da böyük bir müzakirələrlə hara gedirəmsə orada müzakirə olunur, mövzular müzakirə olunur. Ən çox da Elza sən müzakirə olunursan. Mənə hərdən deyirəm ki, rus dilində deyir, это мне надо, ağəli. Mən gəlirəm bura. Doğrudan da mənim üçün zövqdür. Niyə görə? Çünki doğru dürüst məsləhətə ehtiyacı var. Özü hər insanda doğru dürüst məsləhət vermir. Deyirlər ki, özümü niyə pis edirəm ki? Nə edir etsin, misal üçün. Amma məndə belə bir şey yoxdur. Mən evladımla da, əgər burada olan qonaqlar gəlirlərsə, haradasa onlarla biraz emosional danışıramsa, valla mən evdə bacılarımla, evladlarımla bundan da kəskin danışıram. Çünki vaxt yoxdur. Mənim artıq pişim eləməyə vaxtım yoxdur. Çünki mənim o qədər özümün işim var ki, əgər mən o vaxtımı ayırıb bura gəlirəmsə, mən doğrudan da sözü mən düzün deməliyəm. O sözdən də əgər o insanlar nəticə çıxardacaqlarsa, misal üçün, əlbəttə pis də var, yaxşısı var. Misal üçün, mən ötən dəfə Tünzalə xanım bir söz işlətdi. Mənim o ürəyimdə hələ də gəlir ki, Elza xanım savadlı qızı almırlar. O cahillərdirlər Tünzalə xanım. Əgər hər oxuyan Molla Pənah Vaqif olmur. Ola bilər ki, bu insan getsin ki, atasının necə deyərək pulu ilə, anasının pulu ilə, axlaq belə özü istəsin, getsin, ali məktəbə getdi, daxil oldu. O demək deyək ki, bu savadlı. Savad bilirsiniz nə deməkdir? Savad daxildən gələn kübarlıqdır, ziyalılıqdır. O savadsız insan daxilən deyər ki, mənim gəlinim savadlı olmasın. O deyəcək insana şamil olmur. Yəni deyirəm ki, var ki, belələri ki, bəziləri var. Amma bəzi qızlar var, bu sözdən yapışırlar. Deyirlər, onsuz da savadlı qızı almırlar, mən oxumayım. Özlərinə sərf edən məsləhəti. O düzgün deyil ki, mən demirəm ki, düzgündür. Amma belə var, ailələr tanıyıram. Sən sabah erkən gəl bir dənə mahnı ifa et və sonra bizim verilişimiz davam edəcək. Biz bu arada söhbətimizdə olacaq. Mən istəyərdim, elə incimə mahnısı oxuyum ki... Bugünkü bu mübahisənin bizim qəhrəmanımıza aidiyyəti var. Vardır ona. Bəli, var. Mən istəyirəm incimə mahnısı, sözləri Sərdar Kərimli, musiqisi Elza Seyidcihan. Heç kəs inciməsin. Niye güler kimi dolmusan? Dolmuşam. Məndən incimsən gülüm.
olmadın məni acizəm. Sən mənim ilahəm, pirim, möcüzəm. İstəsən səcdənə gəlin, incimə. Cazibəmdən kənar çətin gəzəsən, elə ofsanladım səni acizsən. Mən sən ilahən, pirin möcüzəm. İstəsən səcdəmə gəl ginən məni. İncimə, 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 yarım incimə. İncimə, 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 yarım incimə. Yaxsın gül dodaqdan təbəssüm sənə. Təbəssüm İlğımdan sıyrılıb tələssin sənə. Tələssin. Behişt nəfəsindən məhəssin sənə. Titrəsin əlimdə əlin incimə. Yaxsın gül dodaqdan təbəssüm sənə. Təbəssüm. İlğımdan sıyrılıb tələssin sənə. Tələssin. Behişt nəfəsindən məhəssin sənə. Titrəsin əlimdə əlin incimə. İncimə, 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 yarım incimə. İncimə, 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 yarım incimə. Cazibəmdən kənar çətin gəzəsən, elə ofsanladım səni acizsən. Mən sənin ilahən, pirin möcüzən. İstəsən səcdəmə gəl ginən məni. İncimə, 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 yarım incimə. İncimə, 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 yarım incimə. Cazibəndən kənar çətin ki gəzəm. Elə ofsunmadın mənə acizəm. Sən mənim ilahəm, pirim, möcüzəm. İstəsən səcdənə gəlin, incimə. İncimə, 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 yarım incimə. İncimə, 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 yarım incimə, incimə. Təşəkkür edirəm Elzə Cahan deyər bəstəsi İncimə səsləndi. Amma mən də bu dəqiqə sizin nəzərinizə əziz tamaşaçılar sponsorlara təqdim edirəm. Qoy xanımı bəy yaparıb tezliyi ilə toy eləsin. Yəni Üzeyir duhası bugün əziz tamaşaçılar, bugün doğrudan da həm veriliş tam başqa bir tərzdədir. Bugün Sədan İnstrumental Ansamblı, yəni artıq neçənci dəfədir ki, Yusifi təəccübləndirirlər. Bu çox yaxşıdır. Həm hər birimizə çox təsir edir. Bir daha Teymur, təşəkkür edirəm sizə. Çox sağ olun uşaqlar. Bəli, əziz tamaşaçılar, zamanı gəldi. Biz süjetimizi izləyək.
gəlin indidən sizə yəni, xəbərdarlıq edirəm ki, bugünkü qızımız elə o adətən o gözəl görürsün. O gözəl olduğu qədər amma qəlbi o qədər də gözəl deyil. Səbəbi həyatında olan acı səhifələrdir ki, o acı səhifələri hardasa bugün biz bağlamaq istərdik, amma yox. Bəzən o həmişə təmizlikdə filmində baxmışsınız da orada xirurq, cərrah deyir ki, mən hərdən insanları incitməliyəm ki, sonradan onlara yaxşı olsun. Biz bugün bu qızı incitməyəcəyik. Bugün bu qıza bir çox şeyləri açıqlayacağıq. Əlbəttə ki, burada mənim yəni, Fəxriyə xanımın məsləhətlərinə həm Tüzalə xanım, həm Fərdə xanım, həm də Elza Cahanın... Mən dedim ki, bax, mənim Fəxriyə xanım sözümə gəldi ki, hərdən sözü düzün deyəndə insan inciyir. Doğru sözdən incimək lazım deyil. Cərrah deyir ki, mən hərdən insanları incitməliyəm ki, sonradan onlar həyatı gözəl olsun. Hər hansı bir əməliyyatda əgər onun sən şəfasını tapırsansa mütləq. Və sənə niyə anestezioloqlar sənə narkoz verirlər? Çünki səni ağrıdır. Amma sən şəfa tapacaqsan. Bütün tapdığımız, bildiyimiz, anladığımız gözəlliklərin hər birisi əvvəli ağrı ilə keçir. Ağrıdan. Amma sonu acımasan, ağrımasan, heç nəyə nail olmursan. Uşaq da doğuranda ana böyük bir sancılarla. Amma görün nə gözəl bir Allah ona gözəl bir hədiyyə ilə onu sevindirir. Tamamilə doğrudur Elza. Vaxt itirmədən, bəli, doğrudan da belədir. Ağlamasan doğrudan da ayrılıq olmaz. Bəli, əziz tamaşaçılar, birinci süjetimizi izləyirik. Bu qız kimdir? 21 yaşım var. Ali məktəbə hazırlaşıram. Ailə həyatımı tez qurduğum üçün universitet oxuya bilmədim. Arzum idi ki, mən universitetə qəbul olum, məktəb oxuyum. Amma qismət olmadı. Ona görə də indi hal-hazırda başlamışam hazırlaşmağa. Baxmayaraq ki, yaşım çox azdır, amma 4 yaşında bir evladım var. Çalışıram bu yükün öhdəsindən bacardığım qədər gəlim. Birinci həyatım alınmadığı üçün artıq irəliyə baxmaq istəyirəm. İstəyirəm öz həyatımı yenidən qurum. Baxıram sizin verilişinizdə mən də müraciət elədim ki, görüntü baxımından dəyişim. Məncə yaxşı olar inşallah. Həyatın bəlkə də bir çox yaşıdlarının dadmadığı çətinliklərini, problemlərini yaşamış, amma buna baxmayaraq böyüməyən, şəxsiyyət kimi formalaşmayan, paramparça olan və özünü itirən bir belə qorxaq bir qız görürəm. Asılan və qırıla biləcək bir körpün üstündə görürəm səni. İstəyirəm o yolunu dəyişəsən. Həyat. Bunun qarşısında bəzən bir sıra gənc yox, yeniyetmə qızlar qırılırlar. Yəni, ay nə gözəl ailə həyatı quracam filan və bunun da müqabilində qarşıya Rusça belə bir ifadə var. Yəni, yox, elə Azərbaycanca söyləyəcəm, puç olmuş arzular. Yəni, utrakin negroz deyirlər bunda. Puç olmuş arzular, hər şey bitir, artıq, yəni... Bu qızın neçə yaş var, Yusuf? Bu qızın bəlkə 21 yaşı var. Yəni, 19 yaşında puç olmuş arzulardan söhbət edə bilərik. Çünki həyatı 15 yaşında ailə qurur. Baxanda bunları deyirəm, yəni ki, bəzən qızlar, subay qızlar fikirləşirlər ki, ata evini, ana evini özləri üçün bir işgəncə bilirlər. Fikirləşirlər ki, bunlar ailə quracaqlar, bunların həyatları tamam dəyişəcək. Böyük arzularla. Amma başa düşmürlər ki, onlar ailə quranda necə bir məsuliyyətli həyata qədəm qoyurlar və orada çox sınaqlar olacaq. Sonra ora gedəndə bu ata-ana evinin qədrini bilirlər. Yəni ki, sonra da ki, 19 qız indi danışır ki, yəni qismət olmadı. Qismətə də qəti qərar demək olmaz ki, qismət olmadı. Qisməti hər zaman biz deyə bilərik ki, misal üçün, yaşlanacağıq. Deyərik ki, filan şeyi mən arzulayırdım, amma mənə qismət olmadı. Hətta ona da biz əminliklə deyə bilmərik. Ola bilər, elə ömrümüzə bir gün qalmış, Allah bizim arzularımızı bizə nəsib edər. Və qaldı ki, qızımızı da, indi o uşaq orada böyüdür. Artıq onun danışığında böyük qüsur gördüm. Bura bantiki taxmaqla deyil. Ağ köynəyi giyindirmirsən, burada babışkanı taxmısan, sən uşağın dilinə babışka taxmalısan. Sən bugünkü gündə evində sən uşağın evini yıxırsan, dızıldayırsan.
Elə bir ki, bir çaniki qoymusan qazın üstünə cızıldayır orada. Allah. Çünki bizim ədəbi dilimizə böyük bir düşməncəsinə virus gəlir. Mən belə şeylərdə çox məyus oluram, özümdən asılı deyil. Bəlkə də çox deyir, danışır da adam naqqallıq edir, belə bir söz var, çox danışma. Hər dəfə də deyirəm, çox heyfsizlər olsun ki, kim bunu görəsən gətirdi bizim ədəbiyyatımıza, bizim diktorlarımız, televiziyadan Rafiq Hüseynovlarımız, Roza Tağıyevalarımız, Ofeliya Sənanilərimiz, indi də danışırlar, Nərgiz Cəlilova, dişlərindən onların inci elə bir süzülür. Düzgün artikulyasiya. Bu məktəbə, ali savadla məktəbə gedəcək, bu birinci dilini düzəltsin, sonra bu ali məktəbə getsin. Sən danışığı düzəltkinən sən. Biz əldə onun imicini dəyişirik də. Onun birinci imici onun danışığındakı qüsurudur. Yəni budur. Bəli. Elza xanım, bir ötən verilişlərimizdə yadınızdadır. Mən həmişə də deyirsiniz ki, Tünzadə xanım da əl çəkmir, bu karyera qur, karyera qur. Görürsünüz ki, doğrudan da karyeranı qurub, ağılla, başla, yəni dünyanı dərk eləyib ailə qurmaq daha asandır. Bu cür tez, yəni 15 yaşında deyəsən ailə qurur. Ay Allah, 15 yaşında ailə qurulur. 15-16 yaşında qız, bəli, indi ayrılıb və indi gözləyir ki, nəsə bir işin qulpuna yapışsın. Çünki bu uşağı böyütmək lazımdır. Mən həmişə düşünürəm ki, bilmirəm, hərənin öz baxışı var da, dünya fikri var. Bəli, həmişə siz deyirsiniz ki, eybi yoxdur, ailə qursun da. Amma mən belə fikirləşirəm, doğrudan da Elza xanım, bu zamanədə, bu vaxtda karyera qurmamış, özünü nəyəsə bir işə sahib olmamış, ailə qurmaq. Tünzadə xanım, sağ yəni nəsə də bir savadlı. Karyera nə qura bilər? Bildiyim qədər valideynlərin təkidi ilə deyiblər, oğlan seyidi beylidir, şəkil xalqlar. Tünzadə xanım, 15 yaşında qızın ağlında karyera filan olsa da, valideynindən sırf asılıdır. Bizim çox qorxduğumuz bəyənmədiyimiz, bugün çox tənqid elədiyimiz elkən nigahların nəticələrindən biridir. Acı nəticə qarşımızda. Orada dediyim kimi, şəxsiyyəti formalaşa bilməyən, bu cəmiyyəti və dünyanı anlaya bilməyən, primitiv, bəsit düşüncəli, özünü belə hələ tapa bilməyən, amma artıq övlad yiyəsi olan bir qadın görürük. O uşağına, Elza xanım, keçən dəfə mübahisəmiz oldu ki, dediniz valideyni oxşamalıdır, dedim valideyn var. Bu uşaq valideynə necə oxşasa biz qarşımızda yenə ikinci bir qızı, o xanım kimi primitiv, bəsit bir şəxsiyyət görərik. Ona görə də hesab eləyirəm ki, bizim bugünkü imic dəyişməyimiz o qızın daxilində, içində tənqid eləsək, müəyyən bir problem də onun üçün xoşa gəlməyən bir sözlər də olsa, o qız doğrudan da öz vəziyyətini anlayıb və başa düşməlidir ki, söhbət təkcə xarici görünüşdən gözəl. Mən onu şəxsən görmüşəm, çox gözəl bir qızdır. Çox gözəl bir qızdır. Amma çox təəssüf ki, inkişaf eləyə bilməyən, inkişafdan qalan dərd var, adamı ucaldır, dərd var, adamı batırır. Bu qız hal-hazırda, bayaq dediyim kimi, sınıq körpünün üstündə, o, necə deyim, ipdən olan körpünün üstündə, uçurumun üstündə olan bir qız kimi görürəm. Çünki, Yusif bəy, ehtiyacı var, uşağının ehtiyacı var. Özünün gənc kimi və biraz dərin düşüncəli olmadığına görə, müdrik gələcəyi görmədiyinə görə, paltar üçün, geyim üçün, bərbəzək üçün hansısa bir cazibənin qarşısında durmamaq ehtimalı var. Və uşağının ehtiyacları ucbatından hansısa bir tələskən, düzgün olmayan addım atmaq ehtimalı var. Bax, mən hesab edirəm ki, bugünkü tövsiyələrimizi düzgün anlasa xanımımız, yəni bu onun içindən, daxilindən bir şəxsiyyətin oyanmasına gətirib çıxarda bilsək, nə xoş bizə. Yəni çətin yolu seçsin. Valideynləri yoxdur uşağa ona kömək etsin. Valideynləri var, valideynləri də kömək eləyirlər. Amma nə qədər valideyn kömək eləsə də Elza xanım, bir gün o məsuliyyət onun üstünə düşəcək. O məsuliyyəti daşımaq istəməyən və hardasa bugünkü bir çox gənclərin, hamısının demirəm, çox fəxr ediləsi gənclərimiz var. Bir çox gənclərimiz var ki, az iş görüb, çox nəticə görmək istəyənlər var. Yəni, İngilis dilinin əlifbasını bilir, elə bilir ki, İngilis dilini daha bilir və yaxud da institutun hazırlığına girir və var gücü ilə çalışır ki, o istədiyi institutun giriş balı, tutaq ki, 250 baldır. Yəni, gününü telefonla və yaxud da dostları ilə keçirdik ki, 250 bal bəsimdir. Onlardan sənətkar olmayacaq, onlardan ali təhsilli, içindən, daxilindən, müdrik, mükəmməl insan olmayacaq. Çünki onlar
kiçik arzuların çatmaq üçün çalışırlar və onun dalınca da təbiidir ki, biz ətrafımızda çox mükəmməl olmayan valideynlər görəcəyik. Valideynlər. Mən bilirsiniz nə deyirəm, Fəxriyə xanım, əvvəla mən heç bir zaman bu fikirlə razı deyiləm ki, valideynə oxşamayaq. Valideyn 15 yaşında qızı valideynlərə verib, deyirsə. Yusif, 15 yaşında da ərə gedən, bir tərəfdən deyirsiniz ki, qızın gözü açılandan sonra, dərk edəndən sonra artıq o qədər, siz deyirsiniz, savadlı, savadsız məsələ, gəlirik həmən o məsələlərə. O qədər 15 yaşında gedən qız, biz də elə 15 yaşında getmiş kimi indi 1-2 il o yana olub da. Sən 17 yaşında, yoxsa 18? 2 də elə, 7 də, 6 da elə 5-in tayıdır da, misal. Biraz fərq vardır, 15 laf misal üçün, Yusuf müəllim, nəyə demişsən? 15 yaşında qızlar bu dəqiqə, 60 yaşında qadından bəziləri var ki, çox bilirlər. Qalır hansı, baxır hansı şeydə. Müdürlüklükdə bir də görürsən, bunlar o qədər bilirlər ki. Karyera deyəndə Tünzalə xanım, bu dəqiqə bəzi ailələr var ki, evladları üçün azmı salonlar var, evladlarını açıblar da, karyera qururlar. Misal üçün, salon olmasa bir bağça olsun, bir nəsə də axırda bir uşağı üçün bu istəyir ki, bu uşağının gələcəyini. Uşaq oranı işlədə bilmir. Uşaq oranı işlədə bilmir. Karyera illərlə insanın, bugünkü gündə mənə deyirsiniz ki, karyera qadın. Mən bunu birdən-birə qurmamışam ki. O ilk addımlarımız olub da. Mən də gözləyərdim ki, mənim 45 yaşım olacaq, karyera quracaq, sonra mən ailə quracaq. Mən indi bu hal-hazırda mən nənəyəm, cavan nənəyəm. O yaşında mənim 2 evladım da oldu. Mən başqa yerlərə qaçmadım. Halbuki çox böyük, açıq mənim üçün yollar var idi ki, orada gözəl, mən oxudum çətinliklə. Mənim də biləcəridən... Qurana qədər amma kök var idi də sizdə. İndi mən nəyi demək istəyirəm? Mən nəyi demək istəyirəm? Valideyn, heç bir valideyn ola bilməz ki, Fəxriyə xanım. O valideyn əgər bu uşağı dünyaya gətiribsə, onun heç olmasa mənfi və müsbət cəhətləri olmasın. Ola bilsin, mən görürəm mənim valideynim, misal üçün, onun mənfi də müsbət də cəhəti var. Mən onu mənfi yox, müsbət cəhətlərini məsələm üçün götürürəm. Valideynə heç bir zaman mən pis deməyin, onun əleyhinəyəm. Bu valideyn əgər bu evladı 9 ay bətnində gəzdiribsə, dünyaya gətiribsə, demək o valideynin sözü uşaq üçün qanundur. Lap bugün valideyn ona işgəncə verirsə. Qətiyyən düz deyil, Elza xanım, qətiyyən düz deyil. O bioloji anadır. Böyük hörmətlə yanaşır. Fəxriyə xanım düzdür, bioloji anadır. Bioloji anadır. Ona görə də bəzən ailələrə müdaxilə edirlər, üçüncülər. Ruslar deyir, üçüncü artıqdır. 2, valideynlərin nəzarəti altında evlad olmalıdır müəyyən bir vaxta qədər, bir də məktəbdə müəllimlərində. O ortada, misal üçün, ayrı böyüyəndən sonra... Artıq indi mən demirəm, bizə hər şey lazımdır qədərində. Yəni, müəyyən bir vaxta qədər valideyn və müəllimlər. Yusif bəy, Elza xanımın, Yusuf bəyin, mənim misalım, Tünzalə xanım misalı cəmaat üçün etalon olmalı deyil. Bəli. Etalon deyilik biz. Hər birimizin həyatda uğurlarımız və səhvlərimiz var. Ümumi götürəndə erkən ailə qurmaq olmaz. Ən azından təbii ki, oxumaq bir yana, Elza xanım, hər kəsin sənəti olmalıdır. Hər kəsin ayaq üstündə, mənim yadıma bir dişək kimi düşür. Sovet vaxtında onun bir işi üçün neysə, o, yəni həbsxanaya düşmüşdü də, belə deyək. Və o vaxt dəb idi, Qarabağ tərəfdə də çox dəb idi ki, xanımlar işləməsin, kişilər xanımlarını çox gözəl saxlayardılar filan. Onun xanımı da o xanımlardan biri idi. Və o getdi həbsxanadan yatıb gələndən sonra, bir 3-4 il olmadı və qayıdıb gələndən sonra ailəsinin düşdüyü vəziyyəti gördü və bütün rayondakı insanların istədiklərinə rəğmən, onların xoşuna gəlmədiyinin də belə necə deyərlər, bir nəzərə almayaraq, əleyhinə gedərək o xanımını oxutdurdu. Gözəl. O xanımını oxutdurdu ki, mən yaxşı 3-4 ildən sonra qayıtdım, gəldim, sabah mənim başıma bir iş gəlsə, mənim ailəm necə olacaq? Mənim uşaqlarımın, ailəmin əlində həmişə çörəyi olmalıdır ki, heç kəsə ehtiyacı olmasın. Oxumaq da lazımdır, sənət də lazımdır, heç kəsdən asılı olmaq lazım deyil. Amma o bioloji analardan biri də bugün bizim qarşımızdadır. Bir gün əgər biz ona kömək edə bilməsək, 10 ildən sonra onun uşağı onunla fəxr edə bilməyəcək və onu oxşamaq da istəməyəcək. Mən də deyilənlərə qoşuluram. Yəni, savad, karyera, tərbiyə bunlarla yanaşı biz də gənc nigahlara, erkən nigahlara yox deyirik. Bütün bunlarla yanaşı savadı da olmasın, təhsili də olmasın, zövq formalaşmalıdır. Zövq formalaşmalıdır ki, sən həyatdan nə istəyirsən, kimlə yol gedə bilərsən və bu sənin ürəyincədir, nədir, yəni bununla ailə qurmaq olarmı? Ona görə də tələsməyin, erkən nigahlara yox deyirik, çalışın, zövqünüz formalaşsın. O ki, qaldı Elza xanımın deməyə o karyera məsələsi. Elza xanım, siz əvvəl insan arzuluyur, sonra özünə plan qırır və o plan qarşısında daim irəliyə öz arzularına, məqsədinə çatmaq
üçün irəliləyir. Heç bir zaman planla yaşamadım Fəridə xanım. Deyir, Təkarlar bunların bir pozisiv sözü var. olaydı. Allahı özlüyə güldürmək istəyirsənsə, gələcək planlarından danış. Əksinə, hər zaman mən elə əziyyət İstək, çəkmişəm. arzu. Başqasına arzuladığım böyük bir yeri başqasına arzulamışam. Allah məni birdən götürüb ondan da yuxarıya. Ay, çox Demişəm, ay Allah, mən bunu ağlıma gətirmirdim. Orada mən öz dostumu görəndə sevinərdim. Əziyyət çəkməliyik. Allah hər birimizi özü bizə, əməlimizə layiq yerinə qoyacaq. Allah Teala səbirli insanları sevir. Qoy Allah Teala səbri bizim ürəyimizdə bol eləsin, yolumuz açıq olsun inşallah. Növbəti sujeti izləyirik əziz tamaşaçılar. Çünki bu ekspertlərimizin fikirləri bir-birindən çox-çox fərqli və təzadlıdır. Gəlin ikinci növbəti sujetimizi seyr edək. Daha sonra isə studiyamıza təşrif buyuracaq. Sujetimizi izlədik, amma əlbət ki, mən öncə bizim dəb kraliçamız Fəxriyə xanım Xələfovanın studiyamızda qarşılamaq və salamlamaq istəyirəm. Fəxriyə xanım, sabahınız xeyir olsun, xoş gəldiniz. Sabahınız xeyir olsun. Salamlayıram həm dəyərli tamaşaçılarımızı, həm ekspertlərimizi və gecikməyimin təbii ki, hər zaman bir səbəbi olur. Konferanslar var, indi çoxdur. Bəzi istiqamətlərdə indi o qədər maraqlı konferanslar, o qədər maraqlı mövzular, o qədər maraqlı istiqamətlər var ki, istər-istəməz yəni belə aktiv, necə deyim, ictimai fəaliyyətdə bəli, o da mənim üçün çox vacibdir. Amma təbii ki, bugünkü gün mənim qrafikimdə demək olar ki, həftənin elə bil ki, həftəni bölürəm və bilirəm ki, 4-cü gün mənim üçün bax bu layihə ilə əlaqədardır. Yəni, əhval-ruhiyyəm hər zaman belə olur. 4-cü gün yaxınlaşanda deyirəm ki, bax, bu əhval-ruhiyyə məndə yenə də baş tutacaqdır və təbii ki, indi mən də çox böyük məmnuniyyətlə bax bu diskusiyamıza qoşulmaq istəyirəm təbii ki. Fəxriyə xanım, bizim qızımız erkən nigahdan, yəni 15 yaşında ailə qurubdur, yəni valideynlərin təzyiqi, təkidi ilə 4 yaşında artıq bir oğul balası var, savadı yoxdur, hələ düşünür ki, ali savad alsın filan və bütün bunlar bizim qızımızın yenidən həyata başlaması deməkdir və əziz tamaşaçılar, mən böyük məmnuniyyətlə bugünkü verilişimizin əsas, deyərdim, qəhrəmanını adı Sevincdir. 21 yaşlı qəhrəmanımızı, beləcə verilişimiz əsas simasını studiyamıza dəvət etmək istəyirəm. Sevinç, buyur studiyaya, xoş gəlmişsən. Xoş gəlmişsən, burada zəhmət olmasa dayan Sevinç. Xoş gəlib, səfa gətirmişsən. Buyur, salamla tamaşaçılarımızı. İlk öncə tamaşaçıları və sizi çox salamlayıram. Xoş gördük bir daha. Bəli, verilişimizin əsas siması Sevinç 21 yaşlı, amma artıq 4 yaşlı bir oğul balanı tərbiyə etməkdə, böyütməkdədir. Və xarici görünüşdə deyərdim çox böyük dəyişikliyi var. Çünki o sevinclə bu sevinç arasında bir deyərdim böyük bir fərq oldu. Orada bir adi bir deyərdim sıradan bir qız oldu bu tərzdə. Bugün artıq yəni yetərli qədər öz xarici görünüşünə deyərdim əl gəzdirilmiş, yəni bir dəyişikliyi olan bir sevinç adlı bir qızımızı görürük. Məncə Fəxriyə xanım bu barədə nə söyləyəcək? Daha sonra mən hörmətli ekspertlərimizin də fikir və rəylərini eşitmək istərdim. Sevinç, zəhmət olmasa buyur əyləş. Sevinç, mən gördüyümdən bir xeyli, deyəsən,
belə duruşundan, baxışından belə bir itiləşmə görürəm. Biraz arxayınlıq var, arxayınlıq, biraz sanki qadınlıq görürəm, uşaqlıqdan çıxma görürəm və hesab edirəm ki, bu sənin həyatında yaxşılığa doğru, inkişafa doğru, yəni o çətinlikdən, problemdən çıxmağa doğru ilk addımların olacaq. Uğurlu olsun. Yəni istəyirəm ki, həm geyimindən başqa həyatında da bax belə dəyişiklik, gözəllik olsun. Mən əlbəttə ki, doğrudan da çox gözəl xanımdır, çox gözəl qızdır. Hiss olunur ki, bu çox az kitab oxuyub. Düzdür, deyir ki, ali məktəbə sənədlərimi verdim, kəsildim. Əgər kitab oxusaydı, onun dilində bu qədər böyük qüsur olmazdı. Gözəl qızdır. Çox hevslənirəm ki... Mən üzr istəyirəm, Elza, burada mən sənə razı olum ki, bəyəm kitab oxumaqla dildə qüsuru bəyəm götürmək olur. Kitabı sən oxuyanda, orada misal üçün, deyirsən ki, çatdı. Daha demirsən ki, çatdı. Deyirsən canım, demirsən ki, canım. O kitab oxumayıb. O, baxıb televiziyada bəzi bayağı seriallara, oradakı dilimizə xələl gətirən proqramlara və yaxud da bayağı gündəmli musiqilərə, küçə musiqilərinə. Allah. Ona görə bu indi ali məktəbə, uşağıma da burada bir yağda dedim, bura gözəl geyimi, deyir, gəlişi gözəldir. Amma yerişi də elə olsun, yəni əsli elə olsun. Gözəl göçək qızsan, Allah sənə hər şey verib, qamət, boy, buxun, burnunu da maşallah görürəm öz burnunda. Daha artıq şübhə ilə yanaşıram, soruşuram, amma kəsilməyib. Gözəl qızsan, gözəl. Sən niyə görə ki, belə deyirsən ki, ay mən bədbəxtəm, niyə görə biz sənə təskinlik verməliyik? Sən bizə təskinlik verməlisən ki, biz artıq orta yaşa gedirik. Amma o birisi gəlib imicini, yəni İmici öz yerində, gözəllik, imici dəyişsin. O bədbəxtliyini çox qəbul edib, belə bir deyərdim, onun dərdini eləmir. Biz ona kənardan baxıb görürük ki, yəni onun həyatı hal-hazırda bərbaddır. Biz ona izah edirik. Niyə bərbaddır? Qurban olum sizə. Onun xoşbəxt odur, cavan qızı gələcəyi qarşıdadır. Biz niyə onun günündə, belə baxanda, orta yaşdayıq. Biz özümüzə təskinlik niyə veririk ki? Orta yaşdayıq hamımız. Onun gələcəyi qarşıdadır. O bizə gəlib deməlidir ki, siz yaşdaşırsınız, mən sizə xidmət edəcəm. Heç bir dənə də, heç yaşdaşı belə misal üçün, mən özümə deyirəm, mən özümə etiraf edirəm. Mən bugünkü gündə orta yaşımdayam, amma şükürlər olsun, gələcəyim elə qarşıdadır deyirəm. Elza xanım, biz də istəyirik ki, orta yaşında o sözləri bu xanım deyə bilsin. Yəni ki, mən bunu deyirəm, deyə bilməyəcək. O ki, cızıllayır, deyə bilməyəcək. Yox, deyə bilər. Mən sizə deyirəm, bərbaddan. Onu heç bir işə almayacaqlar. İngilis dilində, rus dilləri bilməlidir. Bu adam Azərbaycan dilində danışa bilmirsə, bunu gələcəyini siz necə görürsünüz? Biz əsə onun xarici görünüşünü... Xarici görünüşə nə verirlər bu dəqiq? Biz onun diksiyası çox önəmli deyil. Görə bu barədə mən üzr istəyirəm. Fəxriyə xanım Xələfova nə söyləyəcək? Amma iştirakçımız nəsə demək istədi. İndi gəlin onu bir dinləyək, nəsə öz fikri var. O fikirdən irəli çıxır. Biraz səsim tutulub, ona görə yaxşı danışa bilmirəm. Hə. Səsin tutulması deyəm. Olan işdir, ola bilər. Bilirsiniz, mən elə gecikməyimin səbəbini konferansda iştirakımla elə yəni ki, səbəbini açıqladım. Mən çox konferanslarda oluram ki, harada ki, mən bu problemlər, yəni qadın təşkilatların müxtəlif konferanslarında bu əslində problemdir. Bu problem çox müzakirə olunur. Erkən nigahlar, yəni qanunvericiliklə də qanunda əvvəl 17 idi, 18-ə dəyişdilər. Yəni 18 yaşındandır. Bu qanunvericilikdə belədir. Bizdə azaltdılar bunu? Yox, çoxaltdılar. 17-dən 18-ə keçirdilər. Hətta 18 qanunvericilik artıq yenə də qanun çərçivəsində hərəkət eləməyə çalışır, verir imkan. Ondan əvvəl bu birinci qanun pozuntusudur. İş ondadır. Hə, o düzdür. İş ondadır ki, bu qanuna zidd olan hərəkətdir. Yəni, nigah onda rəsmi sayılmır. Yəni, devlət nigahı sayılmır. Düzdür, yəqin sizdə də elə idi. Yəni, rəsmi nigah ola bilməz axı, nigahı almırlar. 18 yaşından əvvəl almırlar. Ona görə, yəni, bu problemi, yəni ki, bu tərəfdən də maarifləndirmək lazımdır. Bax, indi mənim sualım var. Xanım, siz bilirdiniz ki, qanunda 18 yaşındandır. Siz deyə bilərdiniz ki, axı qanun 18 yaşından icazə verir. Yəni, o qanunu ən azından bir qanunun BBC oluyor ailə qrup, bildiyim qədər. İndi BBC oğlu olsa belə qanunu pozmağa o bir səbəb deyil axı. Dərk eləmiyor vaxtda, 15 yaşı olub bilməyim. Burada iki problem var. Qohum nigahı
bu da çox müzakirə olunur qadın təşkilatları qarışması, bəli. Bəli, çərçivəsində, yəni ki, dövlət səviyyəsində olan konfranslarda bir qohum nigahı, ikincisi də erkən nigah. İki çətin problemlə üzləşib bizim iştirakçımız. Mən fikirləşirəm ki, təbii ki, bu artıq sadəcə geridə qalıb yəni mən artıq. bir ictimai xadim kimi borcumdur bugün bunu səsləndirmək. Yəni milyonlarca tamaşaçılar yəni bu şəkildə də olsa, yəni konfranslarda bu artıq rəsmi şəkildə müzakirə olunur. Bizim layihə çərçivəsində də yenə bu məlumatı çatdıraq. Amma yəni həyat baxımından, yəni gələcək baxımından hər şey sizin öz əlinizdədir. Gələcəyiniz qabaqdadır. İndi nəsə olub baş verib keçibdir. İndi olub artıq. İmicinizi dəyişdiniz. Bəli. Çox müsbət, çox bəyəndim. Fəxriyə xanım, biz sizin fikirlərinizi mən sponsorla təqdim edib sonra mütləq öyrənəcəyik. Çünki mənim üçün çox maraqlıdır. Yəni qızımızın bugünkü geyimi filan, o barədə sizin yorumlarınızı eşitmək istərdim. Əziz tamaşaçılar, hazırda sizin nəzərinizə sponsorları çatdırıram. Təşəkkür edirəm Səda İnstrumental Ansamblı, əziz tamaşaçılar. Bəli, bugünkü qızımızın deyərsən tərzi biraz çox təzadlı və deyərdim argumentli, mübahisəli qəbul olundu. Amma yəni tərzindən daha çox onun şəxsi həyatı. Amma mən bugün haradasa biraz tərzə, xarici görünüşə daha çox önəm vermək istərdim. Bax, buradan mən elə Fəxriyə xanımdan soruşmaq istəyirəm. Fəxriyə xanım, bugünkü qızımızın geyim tərzini bəyəndiniz. Yəni biraz şəhrayı bluz, üstündə güllərlə, printlər və cins şalvar. Haradasa çox müasir göründü. Müasir. Yəni müasir. Yəni bu iştirakçımıza baxanda məsəl üçün inanın bu mənim sizə necə deyim, həm bir tərəfdən psixoloji baxımdan, həm də mənim öz təəssüratımdır da. Məsəl üçün heç bir bu xanımda nəsə bir problem olduğunu və daxildən onun məsələn bir bəlkə də yəni çətinliklər, əzab çəkdiyi heç hiss olunmur. Bu bir maskadır da qarşıda. Hər halda bəlkə də heç maska olmasa da məncə bu bir yəni ona bir özünə də şans verir ki, o gələcəyində, yaxın gələcəyində bir bəlkə də yaxın 10 illikdə köklü dəyişikliklər edə bilsin. Yəni onun bilirsiniz, həmişə hər zaman deyirəm, zahiri görünüşlə daxili aləmin hardasa bir qarmoniyası hiss olunur. Yəni ki, hardasa biz faiz etibarindən alışmışıq ki, yəni ki, içində dərdi, problemi olan insanın mütləq zahiri görünüşündə o görsənməlidir. İçdə dərdi olan xarici görünüşü onu göstərməlidir. Yəni faiz etibarindən daha çox belə olur. Bayra vurur. Bəli. Amma çox adam bunu gizlətməyə çalışır geyimlə. Gizlətmək bu çox müsbətdir. Bu yaxşı haldır. Çox müsbət. Siz bunu qiymətləndirirsiniz. Yəni geyimlə, tərzlə, yəni iç aləmini, yəni bir baryer qurursan. O insanın daxili gücünün təzahürüdür. O insanın ağlının, müdrikliyinin təzahürüdür ki, mənim problemim mənim problemimdir. Onun yaşadığı mühitə, kollektivə çox dəxli yoxdur. O Zeynəb xanımın bir mahnısı vardı. Dərdi bilən ya bir olar ya iki, sirri bilən ya bir olar ya iki. Yəni onun sirrini, dərdini bilən ya bir olsun ya iki. Cəmiyyət bilməsin də olar. Yəni o güc nümunəsidir, düz deyil. Və bu imic vasitəsilə, imic dəyişikliyi vasitəsilə özünə daha çox inamın artması ilə məncə bizim bugünkü iştirakçımız bir çox həyatda bir çox addımları irəli yəni onu aparan, dəyişiklikləri aparan addımları ata bilər. Yəni ki, onda bu məsafə çox azdır. Bu məsafəyə çatmaq, yəni ki, bu zahiri görünüşdən müasir, yəni normal, elegant, dəbə uyğun zahiri görünüşdən istifadə edib, yəni ki, normal görünmək, ən azından normal görünüb həyatına davam etmək məsafə azalır və maneələr azalır və ümid edək, arzulayaq ki, həyatında yaxşılığa gedən yollar açılsın. Mən indi sizi dinləyirəm. Mən eləyər ki, sizin bu müsbət rəy söyləməyinizin əsas səbəblərindən biri də bizim bugünkü qızımızın bədən ölçülərinin düzgün və uyğun olması. Bəlkə buna görə sizdə pozitiv bir rəy yaratdı, ola bilər. Yəni, ümumi görünüş var, ümumi görünüş anlayışı var. Təbii ki, yəni, yaxşı olardı ki, ümumi görünüş anlayışı biz deyəndə, yəni, faiz etibarindən, yəni ki, gənc xanımlarımız, bax, belə müasir görsənsinlər.
Mən bir söz demək istəyirəm. Artıq son günlərdə bu Nəsiminin bu rübaisini mən dilimdə tez-tez bu hadisələrlə bağlı deyirəm. Nəsimiyə sormuşlar ki, yarın ilə xoş musun? Xoş olayım, olmayayım, o yar bənim, kimə nə? Yəni ki, bu dərd əgər mənimdirsə, mən dərdimi bir deyəcəm, iki deyəcəm, üçüncü dəfə insanlar artıq ona bezəcəklər. Hər bir kəsin özünün qayğıları var, o özü həll etməlidir. Qaldı ki, bugünkü gündə bu qızı, misal üçün, bizə bugün nəsə olub boğazımda, gözləyib. Demək, bu qızı Fəxriyə xanım işə tutalım, aparıram, əlindən tuturam, bir işə aparıram. Bu qızı aparıcı kimi götürməzlər. Dilində qüsur var. Müəllim kimi götürməzlər. Dilində qüsur var. Müğənni kimi ola bilməz. Dilində qüsur var. Aktrisa ola bilməz. Dilində qüsur var. Hətta mən restorana getsəm, mənim ofisant gəlib mənə qulluq eləsə, mən o yeməyi yemərəm. Əgər mənim ofisantımın dilində qüsuru varsa. Bu dəqiqə restoranlarda ofisantlar var ki, medinstitü oxuyurlar, həkimlik oxuyurlar, amma onlar gəlirlər, günortalar işləyirlər, savadlılar. Yəni bu baxımdan düzdür, Fəxriyə xanım çox gözəl dedi ki, zahiri ilə daxili üst-üstə düşməlidir. Çalışmalıdır. İndi gəlib çox gözəldir, gəncdir, lap yaxşı, bu yaşında insanlar var, evlad həsrətindədirlər. İndi bəlkə də kimisə səhvi ucundan, amma gözəl oğlu var. Şəxsən mənim ildə oğlumu evləndirmişəm, arzu edirəm ki, mən onların evladı olsun. Yəni ona da bu dərd deməsin. Allahın acığına gələr, onun evladına xələl gələr. Yaxşı, bizim məsləhətlərimizə, sizlərin, ananın, yəni müdriklərin məsləhətlərinə, heç qulaq asmırsa, inanmırsa kimlərinsə məsləhətinə, kitablar oxusun, müqəddəs kitab. Quran-ı Kərim var, Qobusnamə var, 3000 hikməti var, İncil var, Tövrat var, Zəbur var. Oxusun kitabları, həyatına davam etsin. Bu verilişdən sonra mütləq oxuyarız. Qatılıram ekspertlərin rəyinə. Yəni Fəxriyə xanım çözüm verdi, siz də dediniz, o fiziki görünüşlərdən, ölçülərindən başqa mən Tünzaylı xanımgilin işlərini də vurğulamaq istəyirəm ki, zövqlə yanaşma da olub. Zövqlə xoşa gələn saç rəngi, təbii saç rəngi, öz make-up'ı çox bizə də xoş gəldi və xarici görünüşünü biz çox dəyişikliyi bəyəndik. Bax, mən dəvət etməliyəm bu dəqiqə. Bəli, lap yaxşı. O zaman biz bugünkü verilişimizin iştirakçısı Sevinci bura bir daha dəvət etmək istər. Yəqin başqa bir tərzdə olacaq. Bəli, Sevinci bura zəhmət olmasa. Gəl. Bəli, Sevinci qızımız artıq tamam başqa bir geyimdə, biraz bu kokteyl tərzli bir geyimdir. Amerikan qızlarına oxşayır Sevinç. Kokteyl tərzli o Haydi kinosu var, Haydi kinosunda Lucas'ın birinci arvadına, həyatı yoldaşına oxşayır. Düzdür, oxşadı. Obrazlı qızdır ya, sujet var qızda. Mən bildirim ki, sizə imicində saçından dəyişikliyindən... Nə qədər, Tüncələ, bildiyim qədər, onun xarici görünüşünün, üzünün makyajında, misal üçün, sizin studiyanın əməyi var. Başqa bir rəngə vəzəməyə ehtiyac yoxdur, yəni bu rəng. Məncə, biraz açıq olsaydı, çünki bu qızın rəngi ağdır. Bizim qızımız qara xınadan istifadə eləmişdi. Yəni, qara xınadakı, salonda işləyənlər bilirlər ki, çox çətindir onu rəngin açmaq və zədələnmiş saçı idi. Xanımımızın saçı çox problem, həqiqətən çox problemli saçı idi. Yəni, qızlarımız çox sağ olsun. Çünki birinci süjetdə baxdım, rəngi qara idi saçı. Qara xına. Bir var qara kraska, amma qara xınadan istifadə eləmişdi. Və onun üzünün biraz agresiv göstərirdi onu. Amma biraz incəltmək, biraz yumuşatmaq istədik saçının rəngin. Gördüyünüz qədər də ki, yəni yanmadan biz ona nail olduq. Makyajında da ki, çox abartılı göz makyajı eləmədik, biraz vurğuladıq dodaqlarında. Mənə elə gəlir ki, bu əlbəttə ki, gündəlik makyaj deyil, gündəlik onun üçün gündəlik deyil. Çünki 20-21 yaşında qıza gündəlik bu qədər makyajdan... Biraz fərqli görünmək üçün makyaj. Amma fərqli görünmək üçün, kokteyl... Bəli, ona görə də belə bir makyajdan, saçdan istifadə edir. Mən çıxış yolu tapdım bizim iştirakçımıza, Elza xanım. Gəlin təklif eləyən ki, o model işləsin. Yəni modellər danışmırlar. Deməli, burada sizin fikirləriniz Elza Seycanın üstünü çəsin, çünki modellər danışmırlar. Onlar yalnız xarici görkəmləri ilə podiumda olurlar. Bəli, tam zahiri görünüşü, boyu, yəni bütün stillərin, make-upların üzündə oturmasının şansı var və indi hal-hazırda casting keçir. Növbəti moda həftəsi olacaqdır. Məncə şansdır.
Şansa Üzgüçü olsun, üzgüçü ola bilər, üzgüçü. Bütün günü üzəcək, danışmayacaq. Yaxşı, Elza. üzməklə aran necədir, Sevinç? Elza xanım, indən sonra öyrənsin üzgüçülüyü. Maşallah, balıq kimi qızdır, niyə üzməsin ki? Model kimi də Fəxriyə xanım, mən razıyam. Məncə də model Görkəmin kimi. kimsə hansısa bir məşqlərdən, diyetalardan, hansısa bir nə bilim nələrdən sonra, amma bu qız elə hazır modeldir. ehtiyac yoxdur. Amma model kimi də fərqlənmək lazımdır. Futbolçu kimi də fərqlənmək lazımdır. Həkim kimi və yaxud da sıravi bir kompüter və yaxud da musiqiçi kimi fərqlənmək lazımdır. Bu fərqlilik Yusif bəy ağıldadır, savaddadır, dünya görüşündədir və zəhmətdədir. Zəhmət çəksin. Bu qızımız model olaraq sadəcə xarici görünüşü ilə yox, Elza xanımın dili ilə desə, dilləri bilməyi ilə, kitabları çox oxumağı ilə. Modellər dil bilirlər Fəxriyə xanım. Onlar bilirlərsə Naomi Campbell olurlar. Əgər bilmirlərsə, elə bizim bu necə deyir, Azərbaycan o deyirləri Biləcəridən o yana keçməyən bir necə deyirəm işlərdə iştirak edib, elə orada da qalırlar. Halbuki məsəl üçün deyirəm, əgər bu qızımızın çox yüksək savadı, bu qızımızın çox yüksək zəhmətkeşliyi olsa, bu götürün baxın, hansı xarici modeldən əskikdir bu qız? Və təbiiliyi ilə heç kəsdən əskik deyil. Təbii ki, siz düz, tamamilə düz dedi Fəxriyə xanım. İndi hal-hazırda Bakıda keçirilən moda həftələri hamısı beynəlxalqdır. Ora yaxın, yəni qonşu ölkələrdən Rusiya, Gürcüstan, Belarusiya gəlir, bir də xarici ölkələrdən gəlirlər dizaynerlər. İtaliya olur, Fransiya olur. Yəni ki, model bilavasitə dizaynerlə təmasa girir. Dizayner başa salır. O elə birdən düşünmədən öz dilində danışmağa başlayır. Rus dilində danışır, ya İngilis dilində danışır. Yəni model Rus dilini və ya İngilis dilini bilsə, yəni ən azından orta səviyyədə o artıq dizaynerlə rahatdır. Rəssamla, dizaynerlə. Bugünkü gündə artıq Bakıda, paytaxtımızda beynəlxalq yəni ki, moda həftələrin səviyyəsi çox-çox yüksəkdir. Yəni bugün modellərdən də artıq dil bilmək tələb olunur, ünsiyyətçil olmaq, dizaynerlə bilavasitə təmasa girir. Yəni bir neçə il əvvəl sadəcə mən və bəlkə bir-iki dizayner moda nümayişi eləyirdisə, Bakıda və biz Azərbaycan dilində danışırdıq, lazımdırsa Rus dilində. Amma indi beynəlxalq tədbirlər çoxdur. Fəxriyə xanım, siz də məndən razılaşarsınız yəqin ki, əgər insan çox bilirsə, çox düşünə bilirsə, yəni dünyadan xəbəri varsa, insanlardan, dünyanın gedişindən, elmdən, savaddan xəbəri varsa, onun üzünün cizgiləri, baxışları, danışıq tərzi çox təkmilləşir, çox zərifləşir, çox baxımlı olur. Nəinki həmin gözəllikdə əkiz bacısı tamamilə belə dünyadan kənar sadəcə primitiv, bəsit bir həyat keçirsə, onun nitqindən tutmuş, baxışından tutmuş, maneralarına qədər çox fərqli olur. Yəni o fərqliliyi istəyirik bugün. Buna ağıllı gözəllik deyirlər. Bəli, mən Fəxriyə xanımların sözünə qüvvət, Fəxriyə xanımların sözünə qüvvət, Yusif müəllim, Yu kanalı var, Kanal Yu. Baxıram. Orada modellər, bilirsiniz də Fəxriyə, onlar hətta suya da, orada müəllimlər onları qəbul edirlər, orada seçim olanda. Hətta onların günləri olur da, yəni hər gün bir meyvəni necə kəsdi, şəkil fotosesiya edirlər. Orada hətta eybəcər qızları götürürlər, hansı ki onlarda obraz var. Onlar suyun içine atırlar. Suyun dibinə də sən düşəndə, sən orada bir model kimi sənin özünə məxsus hərəkətin olmalıdır. Yəni, misal üçün, sən tutalım, o adi bir balaca qəndqabını sən götürüb, bizi bu yaxında bir təqdimata çağırdılar, Parfır qabların açılışına. Orada qabları model qızlar gətirdilər əllərində. Bilirsiniz necə gözəl görünürdü. O dipçəyi versən o qıza, Sevinç xanıma. O dipçəyi aparsın bir model bizə təqdim etsin. Özünü yox. Model o deməkdir ki, geyindiyini, gətirdiyini təqdim edir. Görək, onu bizə necə təqdim edəcək o gülü? Bax, o sevincə ver, görüm, Yusuf müəllim, zəhmət olmasın. Ağır olmaz, sevinç yox, tutsun əlində. Yox, ağır olur, çox ağırdı. Çox ağırdı. Çox ağırdı. Yüngül varsa orada, o vazlar, orada var vaz var. Yusuf müəllim, orada qəşən vazlar var. O tərəfdə. Bunlar ağırdılar bunlar. Hamısı ağırdılar. Vaz. Onu ver. Deyən, bir dəqiqə deyəm, bunu yox. Yəni ki, onun olmaz. Sanki sudan gələn 250 qız olacaqsan. Maşallah. O vaxt ki, qızlarımız su səhənglərini necə gətiriblər? Tutaq ki, sən modelsən. Bunu öyrətmək lazım, necə getməlidir bu? Tam daxilindən insanın gəlməsə, onu öyrətmək də olmaz. İnsanın daxilindən də gəlməlidir. Yəni, gözəl. Onu bir belə qəşəng, onu bir oxşa, o qabı gözəl bir qabı. Elə bir ki, evdə onu harasa istəyirsən ki, onu bəziyəsən, evi bəziyirsən. Sərbəst olsun. Bacararsan? Gələndə. Yox, otur. Bəs nə bacarırsan, Sevinci? Maraqlıdır. Ev işlərində ümumiyyətlə nəyə həvəsin var? Mənə gəlir ki, Allah
bəndəsinə bir istedad verir. Onun nəyə həvəsi var, bacarığı? Sənin həvəsin nəyədir? Özündə bir istedad mı deyim, həvəs mi deyim? Mənim həvəsim ən çox modellik olub. Modellik? Bəli. Yəni model olmaq, düz başa düşdük. Model ya modelyer. Hərdən gənclər çaşdırırlar. Model. Yəni biz düz təyin elədik. Görürsən, o içindəki həvəsi də və görünüşünlə Fəxriyə xanım da hamımız qiymətləndirdi ki, bəli, sən gözəl model ola bilərsən, amma əlbəttə ki, onlar üçün məşq lazımdır, hazırlaşmaq lazımdır. Gülzalə xanım, ondan başqa Yusuf bəy, çox üzr istəyirəm. Əgər model olmaq istəyən adam varsa, onun arzusudursa, pəncərələri, qapıları bağlayıb, atası anası qoymasa belə, o televizorun qabanda, güzgünün qabanda o qədər məşq eləyir ki, yəni bu günləri bir şans əlinə düşəndə ki, bu vazanı apar, onun özünü göstərməyi ekran qabanda oturan, ekran qarşısında oturan hansısa bir rejissoru mu, hansısa bir modelyerin mi, hansısa bir şirkət sahibinin nəzərini cəlb edir. O şansı əlindən buraxdı qızımız bugün. Elli bir də qız Fəxriyə xanım rica etdi ki, bəlkə sən nəsə ifadə etsən, YouTube video portalında sən nə qədər baxışlar yığılırsan. O qız da bu şansı qaçırmış. Fəxriyə xanım yadındadır qız gəlmiş. Əgər bu qızın doğrudan da ürəyində modellik olubsa, heç gəlişindən də bu görünmədi axı. Nənəmin anası, Allah rəhmət eləsin, ölənlərimizi deyirdi, mən də istəyirəm, məni Brejnev alsın, alır. Çox şey istəyirik. Ona sən çalışmalısan. Mən bax, bugün indi Fəxriyə xanımdan soruşacağım. Fəxriyə xanım, adətən bu dəqiqə, bizim şou-biznes aləmində də ağ rəngdə geyimlərə daha çox önəm verirlər. Ağ, bu il yenə dəbə gəldim, yəni ağ, açıq rəngli, belə deyək də, biraz rusca deyəcəm bu ifadəni, adınca deyə bilmirəm, pastelli tana, belə deyək də, yəni açıq rənglər. Düzdür, bu tendensiya artıq, bilirsiniz, ağ rəngi o qədər spesifik rəngdir ki, onu dəbə gətirmək çox çətin prosesə çevrildi. Adətən gəlinlik dəbi ilə daha çox assosiasiya olunur. Yəni, bu krujavalar, incə şifon parçalar, yəni gəlinlik dəbi ilə. Haradasa bu gəlinlik dəbin elementləri yavaş-yavaş keçdi bu hazır geyim elementlərinə, yəni stillərinə və bugün təqdim olunan ağ rəngdə geyimlər İstər-istəməz biraz gəlinliklərə oxşuyurlar da, krujavalardır, dekordur. Yəni bu ağ, bu tipdə ağ romantik üslubda olan geyimlər, bu belə krujava tipli parçalardan əslində bir müstəqil istiqamət kimi davam eləyir. Yəni, bugün kolleksiyalarda da müşahidə olunur və dediyim kimi, necə ki, qırmızı rəngi çətin idi, çox kütləviləşdirmək, ağ rəngi də çətin idi. Amma istər-istəməz, yəni ki, hər hansı bir stil, istər-istəməz sonunda populyarlaşır. Yəni, bu populyar bir stildir. Biz bu barədə tamaşaçılar söhbətimiz olacaq. Hazırda isə bağlanır reklamlara. Təşəkkür edirəm Səda İnstrumental Ansamblı Teymur Şamarov rəhbərliyi ilə. Bəli, bugün Üzeyir duhası bol-bol ondan sonra da səsləndi. Əziz tamaşaçılar, biz bugün qızımızın deyərdim ki, tərzindən başqa mənə elə gəlir, daha çox biz onun iç dünyasını müzakirə edək. Amma mən istərdim, biz bugün imicə həsr edirik verilişimiz. Ona görə istərdim biraz da yenə də xarici görünüşə, geyimə önəm verək. Yəni, Fəxriyə Xəlifova düzgün buyurdu ki, ağ rəngi artıq biraz gəlinliklərdən bu tərəfə gəlir və ağ rəngi klassik geyim olaraq məncə hər kəsə yaraşır Fəxriyə xanım, elə mi? Yəni, həm qaraşın insana, həm sarışın, yəni fərq etməz. Mən çox maraqlıdır ki, yəni ki, təcrübəmdən deyə bilərəm ki, məsəl üçün, mənə yaraşmır. Heç bir ağ rəngdə geyimim yoxdur. Heç belə fikirləşməmişəm bu haqda. Mən elə fikirləşirəm ki, mənə yaraşmır. Ola bilər. Yəni ki, sadəcə istisna olaraq ağ rəngi heç istifadə eləməmişəm. Yox, amma indi təbii ki, bu o qədər klassik, ənənəvi bir rəngdir ki, istər-istəməz ona hər zaman bir maraq var.
Yəni ki, bu rəng dəbdədir. Bu mövsümdə də dəbdədir. Mən dünən biraz imkan oldu, vaxtım belə kolleksiyalara baxdım. Yeni ticarət mərkəzində nələr təklif olunur. Ağ rəngdə çoxdur geyimlər, çoxdur. Ümumiyyətlə, yayda ağ rəng daha önəmli, daha yaxşı. Çünki ağ rəng günəşin istiliyini daha çox qəbul etmir. Təbii ki, bahar mövsümünün, yay mövsümünün əsas rənglərindən biridir. Ağ-qara bu il çox dəbdədir. Zolaqlar, ağ-qara zolaqlar çox dəbdədir. Təşəkkür ederim, çox sağ olun Fəxriyə xanım. Yəni ki, fakt bugün 2 nəfər, bax bunlar. Mən də dünən geymişdim ağ-qara zolaqlı bir ətək. Yəni bu zolaqlar da dəbdədir. Hətta zolaqlar bilirsiniz, çox da hündür olmayan boyları biraz uzun göstərir ona görə. Bu da var. Məncə bu çox da önəmli deyil. Yəni boy, uzun, qısa. Yox, xeyr. İnsan özünü qəbul etməlidir, özü-özündən barışıq olmalıdır. Özü başa düşməlidir ki, bu insana nə boy, nə zahiri görünüş, yəni ki, görünüş verilibsə bunda yəni nə günahkardır, ya nə səbəbkardır. Yəni bu ona verilib. Allah talan verdiyi budur da. Bu qədər, yəni budur. Bununla barışmaq lazımdır. Mən buradan Tünzalə xanıma sual vermək istəyirəm. Tünzalə, bax, bir stilist kimi də bizim qızımızın saçlarının uzun olmasını, yəni sən bax, yəni sizin studiyada bu qızın saçları kəsildi. Uzun olsaydı biraz onu daha başqa cür yığmaq falan, yəni sən belə görmədin. Yəni düşündün ki, belə olsa daha qısa olsa daha güzel olur. Birincisi, xanımın saçları çox zədələnmiş saçları. Yəni onu saxlamağın heç xeyri də yox idi. İkincisi, qızın üzünün quruluşu o qədər balacadır ki, qalın, uzun saçlar çox, bilmirəm, mənə elə gəlir ki, biraz daha öz yaşı kimi görsənməsi üçün qısa saçdan istifadə elədik və məncə bu gündəlik üçün bu normadır, yaxşıdır. Çox uğurlu alınıb. Bir balaca da mənə deyirlər, biraz Mananaya bənzir. Buradan Mananaya böyük salamlarımızı yetirik Mananaya. Biz də fərq etdik. Bizim sevimli... Mən o reklamda onu soruşdum. Demək, elə bilirdim linza qoyub gözlərinə. Öz gözlərinin rəngidir. Çox gözəldir. Doğrudan da burunu, ağzı. Mən deyərdim ki, bəlkə də bunu saçı Tünzalə xanım üzü ki balacadır, siz demişkən, yığanda daha üzü gözəl görünər, dəyişər məncə. Elza, nə demək istəyirsən? Deyirsən, yığanda daha gözəl. Yəni, demək istəyirsən Tünzalə... Məncə maraqlıdır. Var mı nəsə? Amma saçları çox qısadır. Elə qısa ona məncə ona daha laf olsaydı, yığılsa əgər, amma bu dəqiqə saçlar çox qısadır. Yığmaq olar bir abadokla onu yığsaydı. Lak olsaydı, arxa tərəfdəki o qısa saçları darayıb yığmaq olardı. Amma indi əlimizdə ləvazimat olmadığına görə... Ona görə də... Məncə... Belə də yaxşıdır hələ bugünkü gün. Gözəldir, gözəldir. Əlbəttə, deyirəm ki, yəni ki, heyfsilənirəm ki, belə gənc, gözəl qızlarımız qapanırlar. Hər şeyə şükür eləməlidirlər. Amma bəlkə də Elza, insan həyatında o səhv insanı ümumiyyətlə uzun müddət səni müşahidə edir, həyatında etdiyin o deyərdim, o qəbahət, yəni deyərdim, erkən nigah o səni indiyə qədər daşıyır. Bəlkə də zaman gələcək, bizim qızımız bariyerləri sındıracaq. Bəlkə də bir iki addımdır Fəxriyə xanım. Bəlkə də, mən buradan psixologumuza müraciət etmək istəyirəm. Bəlkə də bugün Sevincinin bura gəlişi hansısa yeni bir həyata qədəmdir. O bariyerlər sındı, bəlkə yenidən başlayacaq hər şey. Düzdür, bəlkələri demək insan üçün asandır. Bəlkə gələcəkdə nəsə olacaq artıq. Bugün haradasa yeni bir səhifə açıldı, yenilik etdi özü üçün. Gələcəkdə bəlkə nələrsə olacaq və bu qızımız bizi haradasa hansısa bir cəmiyyətimizin hansısa bir sferasında, hansısa bir sahəsində sevindirəcək bizi Fəxriyə xanım. Birincisi, deyim ki, Yusuf bəy, mən elə bilirəm 15 yaşında qızın ailə qurmağı özündən çox valideynlərin iradıdır. Olubdur, həyatdır. Heç kəs onu sığortalamayıb Fəxriyə xanım. Onlar da nə düşünüb, nə edib, biz onları qınaya bilmərik, irad tuta bilmərik. İndi düşüncə tərzi, yaşadıkları həyat ola bilər ki, ona məcbur eləyib. Bəli, məcbur eləyib. Yəni, keçmişə qapanmayaq, keçmişlə uğraşmayaq. Bəlkə də 10 il keçəcək, bu günlər irad tutduğumuz erkən nigahın, biz onu təbliğ eləmirik tərəfində də deyiləm. Amma 10 il sonra karyera bunun başını elə qatacaq ki, fikirləşəcək ki, nə yaxşı elə o vaxt ailə qurmuşam, bir uşağımsa da var. Bu da bax, Fəxriyə xanım, bax dediyinizin bax budur. Bəli, bəlkə bu da olacaq. Amma bütün şeylərdən əlavə, Sevinç xanıma bu günləri çox gözəl qızdır, ona uğur arzulayıram. Eyni zamanda ona çox-çox arzulayıram ki, yolunu
yolunu zəhmətdən salsın, yolunu əziyyətdən salsın. Əlbəttə. Və bugün tövsiyələrimiz o xarici gözəlliyin ki var, o mükəmməl ki bir varlığın ki var. Tünzalə xanım sağ olsun, üstündə işləyənlər sağ olsunlar ki, səni daha gözəl, mən səni görmüşdüm əvvəllər, o qara saçlarınla, o başqa bir geyiminlə. Yəni bugün səni çox mükəmməl gördüm və çox sevindim buna və istəyərəm ki, bugünkü günümüz stilindən başqa, görünüşündən başqa bir neçə ildən sonra sənin o istədiyimiz, verdiyimiz tövsiyələrdən də nəticə çıxardıb, biz səni televizorda mı, ekranda mı, hardasa görək, deyək, ay aman, bu həmin sevincdir. Çox istəyərdim qızım. Fəridə xanım nə söyləyəcək? Buyurun Fəridə xanım. Mən Sevinç xanıma bir sualım var. Buyurun. Olan olub, artıq keçən Olan keçib. olubdur, bəli. Sən öz yaşıdlarına, 15-16 yaşında, hal-hazırda ekran qarşısında oturan qızlara, ərə getməyə hazırlaşan qızlara nə deyərdin sən? Mən onu deyə bilərəm ki, yəni mənim etdiyim səhvə mən heç kimə istəmirəm, arzulamıram o səhvə etsin. Yəni 15-16 yaşında ailə qurmaq təbii ki, çox tezdir. Məktəb oxumalarını istəyirəm. Çünki mən o əhdimə çatmamışam. O yaşlarda, uşaq həyatda yaşlarında. olub. Gəlin qınamayaq. Mən üzr istəyirəm bütün ekspertlərimizdən, Elza, sən hər birimizdən. Mən özüm də, heç kəs özü sığortalamayıb. əlbəttə ki, mən özüm də reklam arası da Sevinclə bizim hamımızın diskusiyamız oldu belə. O məsləhətlərdən əgər Sevinc özü bəhrələnsə, biz dediyimiz kimi, inanırsınız ki, 2-3 ildən sonra biz onu tanımayacaq yaxşı mənada və gəlib bizə təşəkkür edəcək ki, siz nə yaxşı bu sözləri mənə dediniz. Əgər gəlsə. Gələr inşallah. Və mən ötən dəfə də dedim, bizim bir xanım var, bizim ana və uşaq problemləri ilə bağlı, özünüz bilirsiniz də, başda bizim hörmətli xanımımız, Hicran xanım, Sədaqət xanım və orada xanımlar var ki, onlar hər zaman belə ailələrdə, yəni ki, ehtiyacı olanlara doğru, dürüst məsləhətləri verirlər. Zenfira xanım var, Gəncədən bura gəlir. Bakıda da Fəxri xanım yəqin tanıyar. O, bax, mənə bu verilişə baxır. Deyir, Elza, ora gələn bütün o xanımları yönət bizə ki, onun özünün qadınlar üçün bir gözəl bir əl işləri hazırlayırlar. Çox gözəl. Onu sonra satışa çıxardırlar. Çox gözəl. Və orada onlar, qadınlar əsl zəhmətin həqiqi elə bir yolu tapırlar. Mən sənə onu da məsləhət görürüm. Əlində bir iş yox. Mən model olmaq istəyirəm, arzumdur. Arzulama, hərəkət et. Allah səni öz məqsədinə uyğun çatdıracaq qızım. Yaxşı? Təşəkkür ederim Elza. Əziz tamaşaçılar, bugünkü qonağımız, bugünkü iştirakçımızın tərzi də, həyatı da biraz təzadlı bir tərzdə ekspertlərimiz tərəfindən müzakirə olundu. Fikirlər bir-birindən fərqli olsa, məralda ümumi rəy hardasa doğrudan da erkən nigahlara yox, təhsil, yəni insan iç dünyasının zənginləşdirilməsi və əlbəttə ki, yəni ictimai həyatda, cəmiyyətdə özünün, yəni özündən məxsus bir yer tapmaq üçün əlindən gələni etmək, zəhmət çəkmək. Ümid edirəm ki, bəlkə də zaman gələcək, Elza Seyidcan çox düzgün buyurdu və ekspertlərimiz düzgün buyurdu. Zaman gələcək, bizim qızımız həyatda böyük uğurlara imza atacaq və biz də bunu hər birimiz görəcəyik, bəlkə zaman gələcək. Təşəkkürlərim, sponsorlarımıza təşəkkürlərim. Mənim geyimə görə filarmoniyalı üzböz olan Dressme mağazasına, saç və makyaja görə TI studiyasına Tünzalə xanım dərin təşəkkürümü bildirmək istəyirəm. Çox sağ olun. Əziz tamaşaçılar, bugün doğrudan da sözün əsl mənasında bizim qızımız Sevinç xanım fərqli fikirlərlə, amma mükəmməl tərzi ilə bizim iştirakçımız oldu. Bugünlük bu qədər. Sabah cümə günündə sizinlə görüşəcəyik. Sağ olun, salamat qalın. Mənim təşəkkürlərim sizə özəl olaraq. Çox sağ olun, bugün gəldiniz, bizdən bölüşdünüz. Hər zaman sizin dəyərli fikirləriniz və bir-birindən fərqli, amma ümumi olaraq hədəf eynidir. Təhsilə, mükəmməlliyə gedən bir yoldur ki, bu yolda bizim iştirakçılarımızın hər zaman diqqətli olmasını tövsiyə edirəm. Sağ olun, salamat qalın. Sabah cümə günündə müqəddəs bir gündə görüşəcəyik sizinlə. Sağ olun.